Sağım kanalımızın değerli izleyicileri. Oracle PNSQL kursumuzun bu dersinde Oracle PNSQL'de fonksiyonlara giriş edirik. PNSQL'de fonksiya yaratmak ve onu real cədvəllər üzerinde tətbiq etmek için aşağıdaki nümunəyə baxaq. Burada biz işçilər, yəni employees cədvəlini yaradacağıq, ona məlumat əlavə edəcəyik və bir funksiya yazaraq müəyyən işçinin maaşına bonus əlavə olunmuş halını qaytaracağıq. Yəni employees cədvəlimizi yaradaq. Məlumatları əlavə edən hissəni də kopyalayaq. Employees cədvəlimizi drop edək. Constraint var, ona görə məcbur constraints edək. Kaskad constraint vasitəsilə drop etdik. Yenidən yaradaq və məlumatlarımızı insert edək. Commit edək. Select ulduz from. Baxın, məlumatlarımız, sətirlərimiz insert oldu. İndi isə funksiyanı yaradaq. İndi bonus əlavə edən bir funksiya yazaq. Bu funksiya işçinin aidisini qəbul edib, onun maaşına 10% bonus əlavə olunmuş məbləği qaytaracaq. Funksiyamızı kopyalayaq. Create or replace function, calculate bonus adlı bir funksiya yaratırıq. Emp ID number adlı bir parametr qəbul edir. Baxın, burada in-out yazılmayıbsa, susmaya görə, yəni default olaraq input parametridir. Yəni, dəyər qəbul edən parametridir. Out yazılsaydı isə, output, yəni dəyər qaytaran bir parametr olacaqdır. Return number, yəni number tipində də dəyər qaytarır və emp summary adını number 12, bonus summary adını number 12 tipində dəyişənlər declare etmişik, yəni bəyan etmişik. Bu number 12 o deməkdir ki, ümumi 10 simvoldan ibarət olacaq. Onluq kəsr ədədlər olacaq. Onluq ədədlər olacaq. Və vergüldən sonra 2 simvol, 2 rəqəm olacaq. Funksiyamızın B-nin gövdə hissəsində baxın, bu selectdən qayıdan nəticəni select into vasitəsilə bu dəyişənə, emp summary dəyişənimizə mənimsədirik. Gəlin baxaq bu select ifadəsinə. Employees cədvəlimizdən emp ID-si həmin bu funksiyamızın emp ID parametrinə bərabər olan sətirdəki summary maaşı select edirik və emp summary dəyişənimizə mənimsədirik. Bonus summary adlı dəyişənimizə baxın, mənimsətmə operatoru vasitəsilə emp summary'nin, həmin bu emp summary'nin 10% artımını mənimsədirik. Daha sonra funksiya bonus summary dəyişənimizin aldığı dəyəri qaytarır, return edir. Əgər data tapılmasa, exception vasitəsilə həmin xətanı yaxalayırıq. Data tapılması, yəni no data found exception xətası çıxsa, return null, null qaytaracaq. Yəni belə bir işçi yoxdur. Və funksiyamız bitir. Gəlin funksiyamızı yaradaq. Baxın, yaradıldı. Gəlirik burada functions'ın üzərinə refresh. Açırıq calculate bonus. Baxın, uğurla yaradırıq.
Funksiyonu yoxlamaq. İndi funksiyanı çağıraraq işçilərin yeni maaşlarını yoxlayaq. Eee, Employees cədvəlimizdən emp name, salary sütunlarımızı select edirik və həmçinin baxın funksiyamızı çağırırıq. Emp ID isə həmin sətirdəki, gəlin bu emp ID-ni də buraya yazaq. Emp ID-si baxın 1-dir, 2-dir, 3-dür. Emp name və salary'ni bu sütunları employees cədvəlimizdə select edirik. Həmçinin bunlarla bərabər funksiyamızı çağırırıq. Baxın funksiyamızın qaytardığı dəyəri hər sətr üçün select edirik. Emp ID burada nədir? 1. 1 üçün baxın gəlin bu select'i kopyalayım. Birinci sətr üçün emp ID 1'dir. Baxın. Emp ID-yə veririk 1. Və burada gəlin bu intonu yığışdıraq. Salary 1500'dür. 1500'ün 10% artımı. Artığı 10 gətirəcək. Baxın 1500 və 1650. Daha sonra burada ikinci sətr üçün veririk 2. Salary neçədir? 1800. 1800'ün 10% artığı 1980. Sonra üçüncü sətr üçün 2000'dir. 2000'in 10% artırıb 2200. Baxın bu şəkildə qarşısına yazdım. Və yeri gəlmişkən burada da create or replace onu bildirir ki, sadəcə create olaraq yazıb bu or replace-i yığışdırıb yaratsaq və functions'ın altında belə bir obyekt, funksiya mövcud deyilsə, obyektimizi yaradacaq, heç bir problem çıxmayacaq. Lakin belə bir adda obyekt mövcuddursa hal-hazırda və biz create function arxasınca obyektin adını yazıb yaratmaq istəyiriksə bu formada və bu belə bir dediyim kimi obyekt mövcuddursa exception çıxacaq ki, məlumat bazamızda hal-hazırda belə bir adda obyekt mövcuddur. Lakin create or replace yazdıqda əgər belə bir obyekt bu adda mövcuddursa, mövcud olan obyekti tərkibini yenisi ilə dəyişəcək, əvəz edəcək, replace edəcək. İzahı cədvəl yaratdıq və işçilər üçün məlumatları daxil etdik. Funksiya yazdıq ki, verilən emp ID-yə uyğun olaraq maaşa 10% bonus əlavə etsin. Funksiyanı test etdik və işçilərin yeni maaşlarını görmüş olduq. Bu üsulla PLSQL-də real cədvəllər üzərində işləyərək funksiyalar yaza və tətbiq edə bilərik. PLSQL-də funksiyalarla bağlı müxtəlif nümunələr yazaq. Burada müştərilər customers və sifarişlər orders cədvəllərini yaradıb, onlarla işləyən funksiyalar tərtib edək. Nümunə 1. Müştərinin ümumi xərclərini hesablayan funksiya. Bu nümunədə hər bir müştərinin sifarişlərinə nə qədər pul xərclədiyini qaytaran funksiya yaradacağıq. Gəlin birinci cədvəllərimizi yaradaq.
drop table. Customer stradlarımızı can drop edək və order stradlarımızı drop edək. Baxaq. Customer stradlarımızın Customer ID sütunu order stradlarımızda var. Yəni order stradlarımızla Customer stradlarımız Customer ID sütununa görə aralarında relationship, yəni əlaqə var. Burada baxın, order stradları Customer ID sütununu Customer stradlarından referans alır. Yəni order stradlarımızın Customer ID sütunu elə Customer stradlarımızın Customer ID sütunudur. Burada Customer stradlarımız parent table, yəni valideyn əsas cədvəl, main table. Order cədvəlimiz isə child table, yəni ona bağlı, ona referans alan cədvəldir. Gəlin birinci parent table'ımızı yaradaq, ardınca da child table'ımızı, order'si yaradaq. Daha sonra məlumatları əlavə edək. Customer cədvəlimizi məlumatları insert edək. Daha sonra isə order cədvəlimizin məlumatlarını insert edək. Commit edib dəyişiklikləri yadda saxlayaq və select edib baxaq. Tools from customers və order cədvəlimizi də Customer cədvəlimizdə baxın, uğurla insert olunub. Order cədvəlimizə də baxaq, select edib, orada görürsünüz, uğurla insert olunub. Funksiya yaratmaq. İndi hər bir müştərinin ümumi xərclərini hesablayan funksiya yaratırıq. Get total spend adlı bir funksiya yaradırıq. Cast ID adlı number tipində bir parametri var və number tipində dəyər qaytarır, return edən bir funksiyadır. Və total spend adlı number tipində bir dəyişən bəyan edirik, declare edirik bu funksiyanın tərkibində. Bu dəyişənimiz number tipindədir, ümumi 10 rəqəmdən ibarətdir və vergüldən sonra 2 rəqəm olan onluq bir kəsir ədəddir. Funksiyamızın gövdə hissəsində order cədvəlimizdən bu select edirik. Gəlin bu select'i aşağı kopyalayaq və rahat izah edək. Order cədvəlimizdən baxın. Order customer ID'si funksiyanın cust ID parametrinin aldığı dəyərə bərabər olan sətirlərdəki order amountların cəmini, sum funksiyası ilə baxın qaytarır və əgər bu nuldursa 0 qaytarır, null deyilsə yəni öz dəyərini qaytarır. Select edin və onu, o dəyəri mənimsədirik total spend dəyişənimizə. Yəni bu intonu buradan yığışdıraq. Və return
Total spend'i, bakın bu değişen aldığı değeri qaytaran bir funksiyon. Exception vasitəsilə no data found. Eğer no data found xətası verərsə, yəni məlumat tapılmazsa, 0 qaytarır. Yəni əgər sifariş yoxdursa, 0 qaytarır. Bu funksiyonumuz bitir. Gəlin bu funksiyonu yaradaq və gəlin functions'ın üzərinə refresh edək. Get total spend. Baxın funksiyonumuz uğurla yaratıldı. Funksiyonu test edək. İndi funksiyonu çağıraraq müştərilərin ümumi xərclərini tapa bilərik. Baxın, Customers cədvəlimizdən Customer Name'i select eləmişik. Gəlin buradan yaxşılar ki, Customer ID-ni də select edək. Və hər bir Customer ID-yə görə order amountların cəmini qarşısından baxın, select edir. Bu funksiya onu qaytarır axı. Total amount aliası altında baxın. Customer ID-si, gəlin burada verək birinci baxın 1. 1 verdi. Customer ID-si 1 olan sətirlərdə total amountuna, order amountların cəmi budur. Və burada da baxın, alias total spend verib və qarşısından onu çıxardım. Customer ID-si 2 olan sətirlər üçün order amountların cəmi 300-dür. Baxın, qarşısından 300 çıxarıbdır. Bu şəkildə. Nəticə olaraq bu nəticəni qaytardı. Gördünüz, bizdə də eyni nəticəni qaytarıb. Sadəcə bu customer ID-ləri mən buraya yazdım ki, daha çox izah etmək rahat olsun. Gözümüzün qarşısında olsun. Keçək digər nümunəmizə. Müştərinin son sifariş tarixini qaytaran funksiya. Bu funksiya müəyyən müştərinin ən son sifariş etdiyi tarixi qaytaracaq. Get last order date sonuncu order date'i qaytaran funksiya bu adını bir funksiya yaradır. Cast ID adlı parametri var number tipində və tarix tipində dəyər qaytarır. Last order date adlı date tipində bir dəyişən declare edirik, yəni bəyan edirik. Variant hissəsində funksiyamızın baxın bu selectdən qayıdan nəticəni mənimsədik last order date dəyişənimizə və onu qaytarır. Əgər data tapılmasa return null qaytarır. Exception yaxalayır ki, problem çıxmasın və no data found xətası, yəni data tapılmasa, məlumat tapılmasa null qaytarır. Funksiya bitir. Gəlin funksiyamızı yaradaq. Get last order date. Gələk funksiyonların üzərinə refresh. Get last order date. Baxın, funksiyamız uğurla yaradıldı. Yəni bu select'i buradan kopyalayaq. Baxın, orders, yəni sifarişlər cədvəlimizdə customer ID-si funksiyamızın cast ID parametrinə bərabər olan sətirlərdəki maksimum order date'i tapır. Və onu bu dəyişənə select into vasitəsilə last order date mənimsədik. Gəlin buradan bu int onu hələ ki yerləşdirək.
Funksiyon test edək. Müştərilərin son sifariş tarixini tapmaq üçün bu sorğunu işlədirik. Baxın, customer ID-ni də gəlin buradan yaxşılamaq ki, select edək. Baxın, customer ID-si 1 olan 1. Sonuncu baxın, maksimum sifariş tarixi. Yəni maksimum sifariş tarixi elə sifariş tarixlərinin maksimumu ən sonuncusu deməkdir də. Ən sonuncu sifariş tarixi. Maksimum sifariş tarixi budur. Və qarşısından baxın, çıxıbdır. Və customer ID-si 2 olanda maksimum sifariş tarixi, yəni ən sonuncu sifariş tarixi budur. Və baxın, bu da qarşısından select olunub. Üçüncü nümunəmizə baxaq. Verilən məbləğə görə sifariş sayını qaytaran funksiya. Bu funksiya müəyyən məbləğdən böyük olan sifarişlərin sayını qaytarır. Yəni funksiyamızı kopyalayaq. Count large orders. Baxın. Müəyyən məbləğdən əgər böyük olan sifarişlər verilən məbləğə görə sifariş sayını qaytaran funksiya. Bu funksiya deməli təkrar baxaq nə iş görür. Bu funksiya müəyyən məbləğdə böyük olan sifarişlərin sayını qaytarır. Minimum amount adlı number tipində bir parametr qəbul edir bu funksiyamız və number tipində dəyər qaytarır. Order count adlı number tipində bir dəyişən bəyan edirik, declare edirik funksiyanın tərkibində. Funksiyanın gövdə hissəsində, baxın, bu selectdən qayıdan nəticəni order count adlı dəyişənə mənimsədirik və order count'u qaytarırıq, return edirik. Exception when vasitəsilə no data found xətasını yaxalayırıq, yəni data məlumat tapılmasa, return 0, 0 qaytarsın və funksiya bitir. Yəni bu selekti birdən kopyalayaq aşağı izah edək. Order cədvəlimizdə order amount'u funksiyamızın minimum amount parametrindən böyük olan sətirlər üçün sətirlərin sayını tapırıq və mənimsədirik order count dəyişənimizi. Təkrar deyirəm, order sifarişlər cədvəlimizdə order amount'u funksiyamızın minimum amount parametrinin aldığı dəyərdən böyük olan sətirlərin sayını tapırıq, count'unu və mənimsədirik order count dəyişənimizi. Yəni funksiyamızı yaradaq. Funksiya yaradıldı. Gəlirik functions'ın üzərinə refresh. Count large orders. Baxın, funksiya uğurla yaradılıbdır. Funksiyanı test edək. Məsələn, 200 azından yuxarı sifarişlərin sayını öyrənmək üçün. Yəni baxın, burada 200 verib. 200 minimum amount, 200-dən böyük olan sətirlərin sayı 2. 2-ni bizə qaytaracaq. Baxın, alias olaraq da large order count verir. Nəticə olaraq bu nümunələr göstərir ki, PNSQL-də müştərilər və sifarişlər cədvəlini yaradıb, məlumat əlavə edə bilərik. Müxtəlif biznes qaydalarını icra edən funksiyalar yaza bilərik.
Funksiyonları SQL sorgunlarında istifade ederek real neticeler elde edebilmek. Bu üsullarla real layihəlerde PNSQL'nin gücünden istifade edebilmek. Funksiyonlara giriş dersimizde deyəcəklərim bu qədər. Hər hansı bir sualın varsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Hər dərs olduğu kimi bu dərsdə istifadə etdiyim SQL kodlarını videonun altına yerləşdirəcəm. İstəyən hər kəs oradan yükləyib faydalana bilər. Təbii ki, bunu məsləhət görmürəm. Videoya baxa-baxa kodları özünüzün yazmağınız, test etməyiniz və hər hansı bir xəta ilə Excel filmə qarşılaşanda bunu özünüzün araşdırıb aradan qaldırmağa çalışmağınızı tövsiyə edirəm. Ona görə ki, belə olduğu təqdirdə həm mövzu daha çox aydın olur, həm də proqramist kimi araşdırma qabiliyyətiniz inkişaf edir. Bu dərs deyəcəklərim bu qədər. Əgər videolarım faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.